Ayın ikiye bölünmesi. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin böyük möcüzələrindən biri də ayın ikiyə bölünməsidir. Aralarında Əbu Cəhil və Vəlid İbni Muğirənin də olduğu bir müşrik cəmaatı Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləmə əgər sən həqiqətən Peyğəmbərsənsə, ayı yarısı Qoykan dağı, yarısı da Əbu Qubeys dağının üzərində olmaqla ikiyə böl dedilər. Resulullah da əgər bunu etsəm iman gətirərsinizmi buyurdu. Onlar bəli iman gətirərik dedilər. Resulullah ayın ikiyə bölünməsi üçün Allah-u Teala'ya dua etdi. Cəbrail əleyhissalam dərhal sevgili Peyğəmbərimizin yanında hazır oldu və ey Muhammed, bu gecə Məkkəlilərə möcüzəni seyr etmələri üçün xəbər ver dedi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm ayın 14-də Bədir, yəni yuvarlaq olduğu o gecə ayın ikiyə bölünəcəyini, ibrət almaq istəyənlərin seyr etməsini hamıya çatdırdı. O gecə sevgili Peyğəmbərimiz mübarək barmağı ilə işarə edən kimi ay ikiyə bölündü. Biri Əbu Qubeys, digəri də Qoykan dağı üzərində göründü. Sonra təkrar göy üzündə birləşdi. Resulullah əshabına ey Əbu Sələmə İbni Əbdül-Əsəd, Əqrəm İbni Əbül-Əqrəm şahid olun buyurdu. Yanında olan digər əshabına da şahid olun buyurdu. Müşriklər isə gözləri ilə açıq-aşkar daha bir möcüzə gördülər. Ancaq sözlərini tutub iman gətirmədikləri bir tərəfə, başqalarının da iman gətirməsinə əngəl olmaq üçün bu ancaq Muhammedin bir göstərdiyi bir sehirdir. Ancaq bütün insanları da sehirləyə bilməz ki, bir də başqa bölgələrdən gələn insanlardan soruşaq, görək onlar da eyni hadisənin şahidi olublarmı? Əgər görüblərsə, Muhammedin peyğəmbərlik iddiası doğrudur, belə deyilsə, bu bir sehirdir dedilər. Gələnlərdən soruşdular. Hətta başqa yerlərə adam göndərərək xəbər aldılar. Bəli, o gecə ayın ikiyə bölündüyünü gördük, deyə hamıdan eyni şeyi eşitdilər. Yenə də inkar etdilər. İnkar edənlərin başında Əbu Cəhil var idi. İnsanların iman nemətinə qovuşmaması üçün Əbu Talibin yetiminin sehri göyləri də təsir etdi deyərək qəlblərə şübhə salırdı. Onun bu inkarından sonra Allahu Teala ayələr indirdi. Məalən saat, yəni qiyamət yaxınlaşdı və ay yarıldı, ikiyə bölündü. Onlar, Qureyş kafirləri, Muhammed əleyhissalamın peyğəmbərliyini sübut edən bir möcüzə görən kimi onu düşünməkdən və iman etməkdən imtina edirlər və daim ardı arası kəsilməyən möhkəm, şiddətli bir sehirdir deyərlər və onlar peyğəmbəri və ya möcüzəsini yalan saydılar, inanmadılar, öz dediklərinə, nəfslərinin arzularına və istəklərinə tabi oldular. Halbuki cənnət əhlinə xeyr, cəhənnəm əhlinə də şər təqdir edilən hər iş olacaqdır. Cənnət əhli cənnətə, cəhənnəm əhli də cəhənnəmə girəcək. And olsun ki, onlara, Məkkə müşriklərinə, Qur'an-ı Kərimdə keçmiş ümmətlərə və axirət hallarına dair onları küfür və inaddan şiddətlə əl çəkdirəcək o qədər əhəmiyyətli xəbərlər gəlmişdir ki, bunlar tamamilə bir hikmətdir. Onu təsdiq etmədikləri halda xəbərdarlıq edən, cəhənnəm əzabı ilə qorxudan peyğəmbərlər əsla onlara fayda verməz. O halda ey Həbibim, onlara risalətini, peyğəmbərliyini təbliğ və haqqa dəvətdən sonra sən də onlardan üz döndər. O dəvət edicinin, İsrafil və ya Cəbrailin kafirləri şiddətindən nəfslərini inkar etdiyi şeyə, hesaba dəvət etdiyi gün şiddətindən gözləri bərəlmiş vəziyyətdə qorxu və dəhşətdən hara gedəcəklərini yaddan çıxarmış bir halda ətrafa yayılmış çərtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər boyunlarını əyərək
o dəvət ediciyə tərəf gələrək bugün bizim üçün necə də çətin bir gündür deyəcəklər. Rəbbim sizə də hidayət nəsib etsin. Müşriklərin müsəlmanlara tətbiq etdikləri 3 illik mühasirənin bitməsindən sonra Nəcrandan bir qrup Rəsullahın yanına gəldi. Onlar 20 nəfərə yaxın bir qrup olub, Həbəşistana hicrət edən əshab-ı ikramdan İslamiyyət haqqında məlumatlar almışdılar. Ona görə də İslamiyyəti öyrənmək və Peyğəmbərimizi sallallahu aleyhi və alihi və səlləmi görmək saadətinə qovuşmaq üçün Məkkəyə gəlmişlər. Kəbə-i Müəzzimənin yanında Rəsullahla görüşdülər. Bir çox sual verərək arzu etdiklərindən daha gözəl və ətraflı cavablar aldılar. Qureyşli müşriklər də kənardan onları seyr edirdi. Aləmlərə rəhmət olaraq göndərilən sevgili Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm də onlara Qur'an-ı Kərimdən bəzi ayələr oxudu. Bundan dərindən təsirləndilər və göz yaşlarını saxlaya bilmədilər. Sonra da Rəsulullahın sallallahu aleyhi və alihi və səlləmin dəvətini qəbul edərək, böyük bir sevinclə kəlmə-i şəhadət gətirib, müsəlman olmaqla şərəfləndilər. Ölkələrinə qayıtmaq üçün icazə istədikdə, Əbu Cəhil yanlarına gəlib, sizin qədər axmaq adam görmədik. Onun yanında bir dəfə oturmaqla dininizdən ayrıldınız və nə söylədisə təsdiq etdiniz şəklində təhqiramiz sözlər işlətdi. Hələ yeni əshab olmaqla şərəflənən bu adamlar Allahu Taala'nın sizə də hidayət nəsib etməsini arzu edirik. Bizə etdiyiniz bu həqarət və cahilliyi biz sizə etmərik. Hərçənd ki, biz hər hansı bir haqqınızı tapdamamışıq. Ancaq bunu yaxşı bilin ki, bir neçə cahilin sözü ilə qovuşduğumuz bu mübarək niməti əsla itirmək istəmərik, bu haqq dindən dönmərik, deyə cavab verdilər. Allahu Teala bu hadisədən sonra göndərdiyi ayələrdə məalən belə buyurdu ki, bundan Qur'an-ı Kərimdən əvvəl özlərinə kitab verdiyimiz bəzi adamlar vardır ki, onlar buna, yəni Qur'an-ı Kərimə inanırlar. Onlara Qur'an-ı Kərim oxunduğu zaman buna inandıq. Şübhə yoxdur ki, bu Rəbbimizdən gələn bir haqdır. Həqiqətən biz bundan əvvəl də İslamı qəbul etmiş kəslərdik, dedilər. Bax, bunlara səbir və ehtiyat etmələri səbəbilə mükafatları 2 dəfə veriləcəkdir. Bunlar pisliyə yaxşılıqla cavab verərlər. Özlərinə ruzu verdiyimiz şeylərdən xeyr üçün xərcləyərlər. Bunlar çirkin söz eşitdikləri zaman ondan üz çevirər və bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun, bizə cahillər lazım deyil, onlarla dostluq qurmaq da istəmirik, deyərlər.